Salam. Bugünkü mövzumuz bizim mübtəda xəbər uzlaşmasıdır, yəni agreement mövzusudur. İlk öncə qısa qaydamıza baxaq. Demək, mübtəda xəbər uzlaşması dedikdə nəyi bilməliyik? İlk öncə biz onu bilməliyik ki, bizim mübtədamız təkdirmi, yoxsa cəmdirmi? Əgər bizim mübtədamız təkdirsə, xəbər təkdə, cəmdirsə, xəbər cəmdə olacaq. Baxırıq birinci sualımıza. Birinci sualımızda demək cümləmizdə birinci tərəfdə gələn isim təkdədir. Adətən ikinci tərəfə görə təyin eləyirlər. Bu yanlışdır. İkinci tərəfə görə niyə təyin etmək olmaz? Ona görə təyin etmirik ki, biz daha çox birinci ismə görə baxmalıyıq. Yəni birinci tərəfdə gələn isimimiz təkdirsə, xəbərimiz tək olacaq, cəmdirsə xəbərimiz cəm olacaq. Baxın, əgər ikinci ismə görə təyin etsəydik, burada D variantından başqa bütün variantlar doğru ola bilərdi. Ona görə də burada doğru cavabımız D variantıdır. Niyə? Çünki birinci ismimiz təkdədir. İkinci cümləmizdə answer bilirik ki, həm isim kimi işlənir, həm feil kimi işlənir. Cümlədə artıq feil yox, isim kimi işləndiyi üçün təkdə olduğuna görə doğru cavabımız A variantıdır. Sonra üçüncü a clothes shop. Burada adətən clothes sözünə görə götürürlər ki, geyimlər cəmdirsə, xəbəri cəmdə götürəcəyik. Bu yanlışdır. Biz geyimlərin özündən yox, geyim mağazasından danışırıq. Mağaza sözü təkdədir. Geyim mağazasından danışdığımız üçün, yəni mağazadan danışdığımız üçün biz xəbəri təkdə götürəcəyik. Demək, xəbəri təkdə götürəcəyimiz üçün cəmləri ixtisar eləyirik. Yəni 1 və 5-i ixtisar eləyirik. Will-i niyə ixtisar etmirik? Ona görə ki, təklərlə də, cəmlərlə də gələcək zamana görə işlədə bilirik. Ona görə də burada 1 ilə 5 ixtisar olunur. 1 ilə 5 ixtisar olunduğu üçün doğru cavabımız C variantıdır. Keçirik dördüncüyə. Yenə də burada kompüterin disklərindən danışırıq. Kompüterin özündən yox. Kompüterin özündən danışsaydıq, burada artıq doğru cavab təkdə olanlar ola bilərdi. Yəni xəbərlər təkdə olanlar ola bilərdi. Amma tək xəbərlər yəni. Burada kompüterin disklərindən danışdığımız üçün doğru cavabımız olacaq 2, 3 və 4. Yəni A variantı. Baxırıq 5-ciyə. 5-cidə demək, burada isim cəmdədir. İsim cəmdədirsə, demək xəbərimiz də cəm olacaq. Ona görə də doğru cavabımız 1, 3, 5 olacaq. 6. Shakespeare's Players. Burada artıq oyunçulardan danışırıq. Yəni Shakespeare'in əsərində ifa olunanlardan danışırıq. Yəni burada Shakespeare'in özündən danışmırıq. Ona görə də doğru cavabımız olacaq burada 1 və 4. Yəni C variantı. Sonra 7-də də görürsüz, Mark Twain'in novellalarından danışırıq. Özündən yox. Ona görə də novellalar cəmdə olduğu üçün xəbər də cəm olacaq. Yəni 2 və 4. C variantı. Sonra 8. 8-də müəllimlərin metodundan danışırıq. Müəllimlərin özündən yox. Ona görə də burada doğru cavabımız olacaq 1 və 2. Yəni D variantı. 9. Aktyorların ifasından danışırıq, yəni performanslarından danışırıq. Ona görə də burada olacaq xəbərimiz tək. 2 və 4. Yəni Y variantı. Sonra oflu cümlədə noun plus of plus noun olarsa, yəni isim plus of plus isim olarsa, bu zaman artıq ofdan öncəki ismə baxırıq. Ofdan öncəki isimimiz təkdirsə, xəbər tək. Ofdan öncəki isimimiz cəmdirsə, xəbər cəm olacaq. Ona görə də burada doğru cavabımız xəbəri tək olaraq götürəcəyik. Olacaq 1 və 3, yəni Y variantı. Eynən 11-də də o cürdür. Ofdan öncəki gələn isimimiz təkdədir. Təkdə olduğu üçün xəbər də tək olacaq. Yəni 3 ilə 4. Doğru cavabımız B variantı. 12. Demək, 12-də several var. Many'dir, several'dır, few'dur, a few'dur, others'dır. Bunlarla işlənən cümlələrdə
xəbər hər zaman cəmdə olmalıdır. Xəbər cəmdə olacağı üçün biz burada doğru cavab olaraq götürəcəyik 1 və 3-ü. Sonra ofdan öncəki isimimiz təkdir. Təkdə olduğu üçün olacaq burada 1 və 2. Doğru cavabımız 13-də C variantıdır. Sonra 14. Baxırıq 14-cü cavabımıza. Demək, ofdan öncəki isim təkdədir. Təkdə olduğu üçün cavabımız olacaq. Demək, 3, 4, 5. Doğru cavabımız 14-də D variantıdır. 15-ə baxırıq. Ofdan öncəki isimimiz cəmdir. Cəm olduğu üçün də 1 ilə 2-ni götürməliyik. Doğru cavabımız D variantı. Ola bilər ki, kimdəsə belə bir şübhəli qala bilər ki, niyə will ilə həm tək, həm də cəm? Çünki qrammatik qaydanı keçəndə deyirik ki, will, shall gələcək zamanı bildirsələr də, burada artıq shall qrammatik mövzudan çıxdığı üçün shall götürülmür. Həm də ki, shall birinci şəxsin təki və cəmi ilə işləndiyi üçün burada shall yoxdur. Və bununla yanaşı, əgər birinci şəxsin təki və cəmi işlənərdisə cümlədə, yenə də will varsa, will götürə bilərdik. Shall yoxdursa, will'i qəbul edə bilərdik. Ona görə də burada doğru cavab olacaq 1 və 2. Çünki ofdan öncəki isimimiz cəmdədir. 16-ya baxırıq. And bağlayıcısı. Demək, and bağlayıcısı necə olur? Əgər biz and bağlayıcısını İki isim arasında gətirəriksə, həmin isim istər sayılan olsun, istər sayılmayan olsun, fərqi yoxdur. Həmin isimlər xəbəri hər zaman cəmdə olur. Yox, əgər iki isim arasında and bağlayıcısı dırnaq içərisində işlənərsə, o zaman həmin ismin xəbəri hər zaman cəmdə olacaq. Amma burada dırnaq içərisində deyil də ayrı-ayrılıqda işləndiyi üçün and bağlayıcısı iki ismi bir-birinə bağladığı üçün burada artıq doğru cavabımız 1 və 4 olacaq. Yəni, doğru cavab B variantıdır. 16-da B variantı. 17-yə baxırıq. 17-də yenə də and bağlayıcısı var. İki isim arasında işlənibdir. Ona görə xəbər cəmdə olacaq. Doğru cavabımız 1 və 5-dir. Doğru cavab olacaq 17-də C variantı. 18-ə baxırıq. 18-də demək, burada wearing long dresses her perfectly. Burada baxırıq. Dresses cəmdədir. 18. Dresses cəmdədir. Cəmdə olduğu üçün biz geyim sözünə diqqət eləyəcəyik. Geyimə baxacağıq. Cəm isimə baxmayacağıq. Çünki birinci tərəfdə gələn sözə baxırıq. Birinci gələn sözümüz təkdirsə tək xəbər, cəmdirsə cəm olacaq. Ona görə də 18-də 2 və 3-ü götürəcəyik. Çünki sadə zaman olaraq feil sonu s və həzdən istifadə etdik. Doğru cavabımız 19. 19-da demək, bizim 19-da doğru cavabımız olacaq Y variantı. Niyə Y variantı? Ona görə Y variantı olacaq ki, doğru cavabımız əgər biz artikel, yəni D artikelini substantivləşmiş sifətlərin qarşısında işlədiriksə, bu zaman onun xəbəri hər zaman cəmdə olacaq. Ona görə də burada doğru cavabımız olacaq Y variantı. 20. 20-yə baxaq. 20-də the agreement between the two countries signed. Burada xəbərimiz təkdə olacaq. Çünki birinci tərəfdə gələn mübtədamız təkdədir. Ona görə də doğru cavabımız C variantı olacaq. Sonra 21. Görürsünüz burada uşaqlar 2 dənə isim var və and bağlayıcısından istifadə etmişik. Ona görə də xəbər cəmdə olacaq. Yəni 1, 2 və 3. Doğru cavabımız 21-də D variantı. Sonra 22. 22-də dey mübtədamız cəmdədir. Cəmdədirsə bu zaman xəbər də cəm olacaq. Ona görə də doğru cavabımız 22-də B variantı. 23 mübtədamız cəmdir, xəbər cəmdə olacaq. Doğru cavabımız A variantıdır. 24 mübtədamız cəmdədir. Cəmdədirsə xəbər cəmdə olacaq. Ona görə də doğru cavabımız olacaq 24-də D variantı, yəni 1 və 4.
Demək, ofdan öncəki isimimiz cəmdir. Ofdan öncəki isimimiz cəmdə olduğu üçün xəbər də cəmdə olacaq. 1 və 4 doğru cavabımız Y variantıdır. 26. 26-da bozdur, bozofdur, boz, ənddir. Bunlarla işlənən bütün isimlərin hər birinin xəbəri hər zaman cəmdə olacaq. Ona görə də doğru cavabımız A variantıdır. 27. Mübtədamız cəmdədir. Cəmdədirsə xəbər cəm olacaq. Mübtədamız cəmdədir. Xəbər cəmdə olacaq. Mübtədamız cəmdir. Xəbər hər zaman cəmdə olacaq. Agreement mövzusu ümumiyyətlə çox asan mövzudur. Çox sadə mövzulardan biridir. Demək, burada mübtədamız cəmdədir. Cəmdədirsə xəbər də cəm olacaq. Yəni 2 və 4 olacaq. Çünki grandmother'dan yox, grandmother's dishes-dən danışırıq. Yəni qablardan danışırıq. Nənənin özündən danışmırıq. Sonra burada mübtədamız cəmdədir. Cəmdədirsə olacaq cavab 2 və 4. Doğru cavabımız D variantı 31-də. Sonra 32-yə baxırıq. 32-də Japanese language, Yaponların dilindən danışırıq, danışıq dilindən danışırıq. Ona görə də xəbər burada təkdə olacaq. Doğru cavabımız 32-də C variantı. Sonra Turkish language, türklərin danışıq dilindən danışırıq. Xəbər təkdə olacaq. Doğru cavabımız D variantı. And bağlayıcısı var. Demək, xəbərimiz cəm olacaq. Ona görə də doğru cavabımız A variantıdır. Boz ifadəsi var. Ona görə də xəbər cəmdə olacaq. Doğru cavabımız B variantıdır. 36-ya baxırıq. 36-da ətəkdən danışırıq. Təkdədir. Təkdədirsə 3 və 4 olacaq cavabımız. Ona görə də doğru cavabımız 36-da Y variantıdır. Sonra dress təkdədir. Təkdədirsə xəbər təkdə olacaq. Doğru cavabımız olacaq A variantı 37-də. 38-də baxırıq. 38-də neighbor təkdədir. Təkdədirsə doğru cavabımız olacaq B variantı. 39. 39-da a number of-dur, the number of-dur. Bunların isimləri cəmdə olsa da, a number of-un xəbəri cəmdə olur. The number of-u isə yadınızda saxlayın. Xəbəri hər zaman təkdə olur. İsimləri cəmdə ola bilər, amma xəbərlərin biri təkdə olur, biri cəmdə olur. Eynən olanda, yəni a number of olanda xəbər cəm olur, the number of olanda xəbər təkdə olur. Ona görə də a number of olduğu üçün xəbəri cəm götürəcəyik. Xəbəri cəm götürəcəyimiz üçün də doğru cavabımız olacaq 39-da C variantı, yəni 1 və 2. Sonra 40-a baxırıq. Yenə də number of-dur. Xəbər cəmdə olacaq. Doğru cavabımız 1 və 3 olmalıdır. Doğru cavabımız 40-da B variantıdır. 41-də yenə də a number of-dur. Xəbər cəmdə olacaq. 1, 3, 5 olmalıdır. Doğru cavabımız Y variantı. Sonra baxırıq 42-yə. 42-də xəbər cəmdə olacaq. Niyə? Çünki derizin xəbəri təkdə olur. Deranın, yəni there ifadələrdən sonra bunları necə müəyyən edə bilərik? There'dən sonra, yəni boşluqdan sonra gələn isimə baxacağıq bu tip tapşırıqlarda, yəni testlərdə. Buradan sonraki gələn isim cəmdirsə, xəbər cəm olacaq. Buradan sonraki, yəni boşluqdan sonraki isim təkdirsə, xəbər tək olacaq. Ona görə də there ifadələrində diqqətli olun. 42-də xəbər cəmdədir. 43-də ofdan öncəki isim təkdədir. Təkdə olduğu üçün xəbər tək olacaq. Və 44. 44-də baxırıq isimə. Demək, birinci isimimiz cəmdədir. Xəbər cəm olmalıdır. 45-ə baxırıq. 45-də our neighbors xəbər cəmdədir. Qonşularımızdan danışırıq. Xəbər cəmdə olduğu üçün burada olmalıdır doğru cavabımız 1 və 3, yəni Y variantı. 44. My parents valideynlərimizdən danışırıq. Doğru cavab 1 və 3 olmalıdır. Doğru D variantı. Sonra baxırıq 47-yə. Boşluqdan sonra gələn isim cəmdir. Boşluqdan sonra gələn isim cəmdirsə, demək ki, xəbər də cəm olacaq. Ona görə də doğru cavabımız B variantıdır. Dira. Ofdan öncəki isim təkdədir. Təkdədirsə, ona görə də xəbər təkdə olacaq. 48-də doğru cavabımız D variantıdır. The number of.
Demək demişdik ki, a number of-un xəbəri cəm olacaq, isimlər cəm olsa da, the number of-un isə xəbəri təkdə olacaq. The number of-un xəbəri təkdə olacağı üçün doğru cavabımız C variantıdır 49-da. 50-yə baxırıq. 50-cidə. Demək, baby clothes uşaq geyimləri, uşaq geyimlərindən danışırıq, uşaqların özündən yox. Ona görə də burada xəbər cəmdə olacaq. Cəmdə olacağı üçün 2, 3, 4 olmalıdır cavabımız və burada 50-də doğru cavab D variantıdır. Many news, many'dir, bayaq dediyim kimi several'dır, few'dur, a few'dur, others'dır. Bunların xəbərləri hər zaman cəmdə olmalıdır. Cəmdə olacağı üçün burada doğru cavabımız olacaq 1, 3 və 5, yəni Y variantı. 52-yə baxırıq. 52-də burada few var. Few'dursa xəbər 52-də cəmdə olmalıdır. Demək, burada doğru cavabımız olacaq 1, demək 1, 2 və 5. Yəni Y variantı. 53-ə baxırıq. 53-də sam var. Yadınızda saxlayın. Samlı cümlələrdə biz ismə baxırıq. Özünə ən yaxın olan ismə baxırıq. Özünə ən yaxın olan isim təkdirsə xəbər tək olacaq, cəmdirsə cəm olacaq. Çünki sam həm cəm isimlərlə işlənir, həm də ki tək isimlərlə işlənir. Ona görə də özünə ən yaxın olan ismə baxacağıq. Və yadınızda saxlayın ki, demək, burada nəyə daha çox diqqət eləyin? Samdır, any'dir, no'dur, all'dur, more'dur, mostdur. Bunların hər zaman xəbəri özünə ən yaxın ismə görə təyin olunmalıdır. Burada da 53-də də ən yaxın isimimiz cəmdə olduğu üçün ona görə də xəbər də cəmdə olmalıdır. Doğru cavabımız 1 və 2 olacaq 53-də. Yəni C variantı. 54-ə baxırıq. 54-də ofdan öncəki isimimiz cəmdir. Ofdan öncəki isimimiz cəm olduğu üçün xəbər də cəm olacaq. Yəni 1, 3, 5 olacaq. 55. Demək, qadınların özündən yox, stuldan danışırıq. Stuldan danışdığımız üçün 55-də doğru cavabımız burada olacaq 1 və 4. Yəni xəbər təkdə olacaq. Stula görə, yəni tək ismə görə təyin eləyirik. Sonra 56-ya baxırıq. 56-cıda children's room, uşaqların otağından danışırıq. Uşaqların özündən yox. Ona görə də xəbər təkdə olacaq. 1 və 4 olmalıdır doğru cavabımız 56-da. Doğru cavabımız 56-da B variantıdır. 57-də actors roles, aktyorun rollarından danışırıq. Aktyorun özündən danışmırıq. Ona görə də xəbər cəmdə olmalıdır 57-də. Yəni olacaq 2 və 3. Demək, novellalardan danışırıq. Məşhur yazardan yox, yəni məşhur yazarın novellalarından danışırıq. Xəbər cəmdə olacaq. Xəbər cəmdə olacağı üçün doğru cavabımız 2 və 4-dür. Yəni D variantı. 59-a baxırıq. Demək, 59-da bizim doğru cavabımız olacaq A variantı. Yəni 1 və 2. Çünki isim təkdədir. News sözü var. Birinci isimimiz təkdədir. Deyə bilərsiniz ki, niyə will be? Bayaq izah elədiyim kimi will təklərlə də işlənir, cəmlərlə də işlənir. 60-a baxırıq. 60-da bizim doğru cavabımız olacaq 3 və 5. Yəni xəbər cəm olacaq. Çünki ofdan öncəki isimimiz cəmdədir. 61-ə baxırıq. 61-də doğru cavabımız olacaq C variantı 1, 3, 5. Çünki isimimiz cəmdədir. İsim cəmdə olduğu üçün xəbər də cəm olmalıdır. 66-ya baxırıq. 61, 62-yə baxırıq. Demək, 62-də and bağlayıcısı ilə ifadə olunubdur. And bağlayıcısı ilə ifadə olunduğu üçün demək, iki ismi bir-birinə bağlayır. Xəbər cəmdə olacaq 62-də. Demək, have, will, bir də will olacaq. Yəni 1, 2, 3. Doğru cavabımız C variantıdır. 63-də boşluqdan sonra gələn ismə baxmalıyıq. 63-də boşluqdan sonra gələn isim cəmdədir. Cəmdə olduğu üçün biz xəbəri də cəmdə götürəcəyik. Yəni burada olacaq doğru cavabımız 1, 3 və 4 Y variantı. 64-ə baxırıq. 64-də pictures, şəkillərdən danışırıq.
Demək, doğru cavabımız olacaq 2 və 4, çünki xəbər cəmdə olmalıdır 64-də. 65-ə baxırıq. Xəbər cəmdə olacaq 2 və 4. Doğru cavabımız A variantıdır 65-də. 66-da 66-da demək, burada birinci 2 dənə boşluğumuz var. 2 dənə boşluğumuz olduğu üçün biz demişik ki, Inamberovun xəbəri təkdə, cəmdə, Dinamberovun xəbəri isə təkdə olmalıdır. Özündən sonra gələn isim cəm olsa da. Demək, 66-da bizim doğru cavabımız D variantı olmalıdır. Çünki birinci tərəfdə gələn isim xəbəri təkdədir, ikinci tərəfdə gələn ismin xəbəri isə cəmdədir. Ona görə də birinci tərəfə Dinamberov, ikinci tərəfə isə Inamberov verəcəyik. 67-yə baxırıq. 67-də 67-də yenə də eyni ardıcıllıqdır. Xəbər birinci tərəfdə cəmdədir, ikinci tərəfdə isə təkdədir. Ona görə birinci tərəfdə Inamberov olacaq, ikinci tərəfdə isə Denamberov olacaq. Doğru cavabımız 67-də C variantıdır. 68-ə baxırıq. Ofdan öncə gələn isimimiz təkdədir. Təkdə olduğu üçün xəbər də təkdə olacaq. Yəni 2 və 4 olacaq cavabımız. Doğru cavabımız 68-də B variantı. 69 Enamberovdur. Xəbər cəmdə olacaq. Olacaq doğru cavabımız B variantı. 70-ə baxırıq. 70-də ofdan öncəki isimimiz cəmdədir. Ona görə də xəbər cəmdə olacaq. Yəni 1, 3, 5 olacaq cavabımız Y variantı. 71, 71-də Enamberovdur. Xəbər cəmdə olmalıdır. Cəmdə olacağı üçün də doğru cavabımız 71-də olacaq. B variantı 4 və 5. Çünki digərlərinin hər biri təkdədir. Sonra 72-yə baxırıq. 72-də ofdan öncə gələn isim təkdədir. Təkdə olduğu üçün doğru cavabımız A variantıdır. 73-ə baxırıq. 73-də demək, 73-də doğru cavabımız bizim təkdə olacaq. Çünki xəbər mübtədamız təkdədir. 74-ə baxırıq. 74-də doğru cavabımız olacaq C variantı. Çünki mübtədamız cəmdədir. 75-ə baxırıq. Ənt bağlayıcısı ilə ifadə olunan isimimiz var. Ona görə də xəbər cəmdə olacaq. 1, 3 və 4 olacaq. 1, 3, 4. 75-də doğru cavabımız B variantıdır. 76-ya baxırıq. 76-da doğru cavabımız olacaq C variantı. Çünki mübtədamız təkdədir. 77-də demək, ofdan öncəki isimimiz təkdir. Doğru cavabımız D variantıdır. 78-ə baxırıq. 78-də ofdan öncəki isimimiz təkdədir. Xəbər tək olacaq. Demək, 79-a baxırıq. Ənt bağlayıcısı ilə ifadə olunub 79 və burada xəbər cəm olacaq. 80-ə baxırıq. Yenə də birinci boşluqdan sonra gələn ismin, yəni cümlənin xəbəri cəmdir, ikincidə isə təkdir. Ona görə birinci tərəfdə olacaq Enamberov, ikinci tərəfdə isə olacaq 80-də Denamberov. Ona doğru cavabımız A variantıdır. 81-ə baxırıq. 81-də demək, teachers meeting, müəllimlərin görüşü, müəllimlərin görüşündən danışırıq. Burada 81-də doğru cavabımız olacaq C variantı. Xəbər təkdə olacaq. Yəni 1 və 3. Sonra 82-yə baxırıq. 82-də konferans demək, burada olmalıdır. Doğru cavabımız 82-də 1 və 3 A variantı. Çünki görüşdən, konferansdan danışırıq. Tələbələrdən və ya şagirdlərdən danışmırıq. Sonra school bus, avtobusdan danışırıq. Uşaqların avtobusu, yəni uşaqların özündən danışmırıq. Ona görə də burada olmalıdır doğru cavabımız 1 və 3. 83-də doğru cavabımız B variantıdır. 84-də baxırıq. Country, cottage. Burada artıq doğru cavabımız olacaq 84-də 1 və 3 təkdədir. Çünki isimimiz, mübtədamız təkdədir. Təkdə olduğu üçün də xəbər tək olmalıdır. 85-ə baxırıq. 85 mübtədamız 85-də cəmdədir. Cəmdə olduğu üçün xəbər də cəm olmalıdır. Yəni 1, sonra 3 və olmalıdır. Bir də V. Aha, 1, 2, 3. Doğru cavabımız A variantıdır. 86-ya baxırıq. 86-da
86-da burada xəbər cəmdədirsə, demək biz ismin özünü cəm kimi götürməliyik. Əgər xəbərimiz cəmdirsə, isminin özü tək olmalıdır. Dog, cəm olmalıdır. Dog təkdədir. Glass təkdədir. Wave təkdir. Success təkdir. Doğru cavabımız 86-da D variantı. 87-yə baxırıq. 87-də demək biz burada doğru cavab olaraq götürməliyik. Mübtədanı tək formada. 87-də doğru cavabımız 1 və 5 olacaq.